Salam, hər vaxtınız xeyir olsun dəyərli Kanal 14 izləyiciləri, xoş gördük sizləri. Bəli, bugün də mən sizləri Cəbrayıl rayonunun Xorovlu kəndindən salamlayıram. Dəyərli tamaşaçılarımız, dünən sosial şəbəkələrdə bu kənddən olan, yəni Xorovlu kəndindən olan bir sakinin etiraz videosu paylaşılıb və geniş müzakirələrə səbəb olub. Biz də Kanal 14 komandası olaraq qərara gəldik ki, kənddə sorğu aparaq, kənd sakinlərinin bu məsələyə münasibətini öyrənək, görək vətəndaşın iddiaları nə dərəcədə doğru və yaxud da yanlışdır. Bəli, gedək kənd sakinlərindən söhbət aparmağa. Xoş gördük. Hoş gördük, salam aleyküm. Zəhmət olmasa təqdim edin özünüzü. Əhmədov Vasif Hüseynoğlu. Çox gözəl Asməm. Asməm, siz Xorovlu sakinisiniz? Bəli, burada doğulmuşam, burada anadan olmuşam. Birində qayıtmışam öz gözəl kəndimə. Lap gözəl. Asməm, bilmirəm məlumatlısınız yoxsa məlumatsızsınız. Dünən Xorovlu kəndindən kənd sakininin biri həqiqətə uyğun olmayan bir görüntü paylaşıb sosial şəbəkələrdə. Həmin görüntü də cəmiyyət arasında bir mənalı qarşılanmayıb. Siz bir kənd sakini olaraq bugün hazırda bax 44 nömrəli evdə yaşayırsınız. Evinizdən, aparılan tikintilərdən məmnunsunuz yoxsa siz də həmin o şəxsin fikrindəsiniz? Xeyr, mən tikiləm öz evimdən də başqa Xorovluda tikilən bütün binalar mənə ləzzət verir, məmnunam. Çox gözəl şəraiti var, çox gözəl tikiblər. İndi kim nə danışırsa mənim ona sözüm yoxdur. Mən öz adımdan deyirəm ki, şəxsən Xorovlu kəndi yeganə kənddir ki, Allah onu tikənlərə can sağlığı versin ki, bu cür şəraiti bizə yaradıb. Yəni bir mənalı olaraq yaşadığınız evdən məmnunsunuz. Kənddə də aparılan tikintilərin yüksək səviyyədə aparıldığını qeyd edirsiniz. Bəli. Yüksək səviyyədə aparıldığını qeyd edirəm. Çox gözəl tikiblər, çox gözəl də şəraiti var. Aydındır. Təşəkkür edirəm. Sağ olun, var olun. Sağ olun. Salam, xoş gördük. Salam, xoş gəlmişsiniz. Zəhmət olmasa özünüzü təqdim edərdiniz. Hacıyım Nəriman Sərxanov. Nəriman bəy, Xorovlu kənd sakinisiniz. Bəli. Biz sorğu aparırıq kənd sakinləri ilə. Çünki dünən bu kənddən kənd sakinlərindən biri həqiqəti əks etdirməyən bir görüntü paylaşıb, cəmiyyətdə də müzakirələrə səbəb olub, bir mənalı qarşılanmayıb. Sizin bir kənd sakini olaraq buradakı aparılan tikintilərə, yaşadığınız evdəki şəraitə münasibətinizi öyrənmək istəyərdik. Vallahi mənim evimdə elə bir problem yoxdur. Necə lazımdır tikilib, çox sağ olsunlar. Yüngülvari bir-iki dənə elə belə, məsəl üçün, nə bilim, qapıda cızığımızı olub, elə şeylərdir. Sağ olsun komendantımız Yaşad müəllimə təşəkkür edirəm. Nə olsa xəbər eləyir, sıracı gəlib aradan qaldırırlar. Heç bir narazılığım yoxdur mənim. Yəni bir mənalı qeyd edirsiniz ki, aparılan tikintilər yüksək səviyyədədir. Xırda məsələlər olur ki, onu da deyəndə vaxtında aradan qaldırılır. Yaşad müəllimə deyirəm, sıracı onu aradan qaldırır. Elə bir mənim narazılığım yoxdur. Mənim evimdə elə bir heç bir şey baş verməyib ələkdir. Yaxşıdır. Təşəkkür edirəm Nəriman bəy. Xoş gördük. Xoş gününüz olsun, xoş gününüz. Zəhmət olmasa özünüzü təqdim edərdiniz. Mən İltifat Balacayev Şahverdoğlu, Cəbrayıl rayon Xorovlu kəndində yaşayıram. İltifat bəy, dünən kəndinizdən, kənd sakinlərindən biri həqiqətləri əks etdirməyən bir görüntü paylaşıb. Cəmiyyətdə də narazılıqlara, bəzi belə deyək ki, müzakirələrə səbəb olub. Siz bir kənd sakini olaraq kənddə aparılan tikintidən, yaşadığınız ev barəsində nə deyə bilərsiniz? Keyfiyyəti hansı səviyyədədir? Ümumiyyətcə şirkətlərin burada aparılan tikintilərindən razılıq bildirirsiniz, yoxsa elə o kənd sakininin fikirləri ilə razısınız? Mən şəxsən öz adımdan deyirəm, bütün bu Qarabağ zonasına qayıdışımızın səbəbkarı olan şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin, veteranlarımıza o cümlədən yenə də can sağlığı versin. Onların sayəsində biz bu torpaqlarımıza qayıtmışıq. 30 ildir ki, bu torpaqlara
baxa bilmirdik, gələ bilmirdik, gedə bilmirdik. Şükür Allahın böyüklüyünə gəlmişik. Torpaqları evi də tikibdi, hökumət veribdi bizə. Heç bir narahatçılığımız yoxdur. Cüzi belə nətər də səhvlər olurdu, onların hamısını düzəldiblər. Heç bir mənim narahatçılığım yoxdur. Allah canlarını sağ eləsin. Allah hökumətimizi, millətimizin canını sağ eləsin. Siz o xırda nöqsanlar olanda hər hansısa bir şirkət işçisinə deyəndə onu aradan qaldırmır. Qaldırır. Mən onu deyən kimi deyirəm ki, məsələn falan şeylər. Məsələn bizdə turbada axıntı var idi. Mən ona xəbər verdim şirkətin nümayəndələrinə. Elə o saatda gəldilər, aradan qaldırdılar. Heç bir narahatçılığım yoxdur. Yəni bir xırda məsələni dərhal aradan qaldırılırsa, belə olan halda kənd haqqında mənfi fikirlər bildirən şəxslərə fikriniz necə? Mən bilsən nətər, mən qayıdıram o köynək elə. Vaxt var idi ki, biz torpaqlara həsrət qalmışdıq. Deyirdik kaş elə torpaqlara qayıdaq. Hə. Torpaqdan yer qazaq, yaşayaq orada. Tamamilə doğru. Bax ona deyən adamlar var. İndi görsən ki, bəzi şeylər deyir. Şükür Allahın böyüklüyünə. Biz qayıtmışıq. Evlər tikilibdi, verilibdi. Heç bir narahatçılığımız yoxdur. Şükür Allahın böyüklüyünə. Mənim şəxsən öz evimdən özümə aiddir, ailəmə aiddir. Heç bir narahatçılığımız yoxdur. Şirkət müdirindən, məsəl üçün fəhlələrdən. Mənim nə narahatçılığım olsa sırazda aradan qaldırıblar. Heç bir narahatçılığım yoxdur. Minnətdaram, təşəkkür edirəm üstün fikirləriniz üçün. Sağ ol. Salam, xoş gördük. Hoş gününüz olsun, hoş geldiniz zaten. Təşəkkür edirik. Zəhmət olmasa özünüzü təqdim edər. Ben bu kənd sakiniyəm, adım Əfqan, familiyam Binnətəli Vəloğlu. Bu kənd sakini dedikdə Xorovlu kənd, Cəbrayıl rayon Xorovlu kənd sakini. Bəli, Əfqan bəy, dünən sizin bu kənddən kənd sakininin biri həqiqətləri əks etdirməyən bir görüntü paylaşıb. O da cəmiyyətdə bir mənalı qarşılanmayıb. Siz bir kənd sakini olaraq kəndin haqqında zəhmət olmasa, yəni kənddə tikilən evlər haqqında, quruculuq haqqında, eləcə də sizin öz eviniz haqqında xahiş edirəm ictimaiyyətə bir məlumat verərdiniz. Yəni o görüntülər həqiqəti əks etdirir, etdirmir, sizin çıxışınızdan asılıdır ki, onu ictimaiyyət biləcək. Elə mən elə bir öz fikrimi deyim. Bir zəhmət olmasa Qarabağda gördüyüm yerlərdə, gəzdiyim yerlərdə, bax bu kənd kimi tikili, abadlı kənd yoxdur. Bu fakt göz qabağındadır. Yəni indi bu boyda şey görüb, məsələn, bambaşqa şeylər desən, Allah ağır gələr. Ora baxaq da zəhmət olmasa, qoy O ictimaiyyət görsün. düzgün deyil. Ev, eşik, qaz, su, işıq, təzyiq partladır heç an. Qaz onu kimi, su onu kimi. Hələ məsələn bir dəfə bir dənə məsələn ya işıq zəifləsi, ya su olması, ya qaz belə şeylər olmur. Bax bu boyda həyat qoca qardaş. Dövlət verib, bax. Gözə mən də azdan çoxdan biraz yaratmışam, yaradıram da. Allah bərəkət versin. Hə. Bəli. Bu indi dövlət nətər olmalıdır? Mən dövlət gəlib mühafizatımıra çıxacaq. Hər şey belə lap həddindən artıq yaşlıdır. Kim nə deyir üçün deyir. İctimaiyyətə Kimsə nəsə deyibsə müanəklə. Ya mən bu deyə burada gəlmirsən də burada deyir. təbii, Mən təbii. 33 yaşında bu kənddən çıxmışam. 28 il tam burada yaşamışam. Orada sudan lapatka ilə bir-birini qırır cəmaət. Bizim evimizdə suyun üstündə. Bəli, bəli. Aç suyun gəlir, qazın gəlir, həyat qoca hər şey verir, dökülməsən. Yəni yalanla nəsə götürün belə eləyim o düzgün deyil. Tamamilə doğru. Əfqan bəy, qeyd etdiniz ki, mənə heç kim heç nə deməyib. Mən ictimaiyyətə çatdırmaq istəyirəm ki, mən özüm də bu kənd sakini olduğum üçün mən heç vaxt istəmərəm ki, kəndimdə kəndim haqqında yanlış məlumatlar ictimaiyyətə təqdim olunsun. Əlbəttə ki, o çıxış edən də mənim kəndçimdir. Yəni narazılıq bildirən də mənim kəndçimdir. Razılıq bildirənlər də mənim kəndçimdir. Mən hər zaman çalışıram ki, həqiqətləri çatdıram və kənd sakinin problemi varsa, mütləq şəkildə mən bir media nümayəndəsi olaraq onun yanında olmalıyam və ona dəstək nümayiş etdirməliyəm. Bugün də kənddə sorğu aparmağımın məqsədi odur ki, yanlış məlumatı o kənd sakinləri öz dilləri ilə ictimaiyyətə çatdırsın ki, bu həqiqətən də yanlış bir məlumatdır. Əlbəttə ki, həmin şəxsin özünün də etiraf videosu artıq bizim Kanal 14-də də yayımlanıb, özü etiraf edib ki, həmin vaxtı əsəbi olub, gərgin olub və s. başqa bir fikirlər, arqumentlər gətirir və bunun da bugün etiraf edərək ictimaiyyətə çatdırır ki, elə bir şey yoxdur. Bunun üçün də mən kənd sakinlərinə müsahibə aparıram. Əfqan bəyə də təşəkkür edirəm. Allah evinə, obasına bərəkət versin.
Bəli, Qara demək düzgün deyil. Allah haqqı. tamamilə doğrudur. Hökumətimiz sağ olsun. Hər şey belə bunun arasında olmalı mən başım. Hər şey Gəlib mən prezident dumur çəkəcək mənim yerimə. Bu nəsə hər şeydə başım. var ol. Teşekkür ederim Efkan Bey. Salam, xoş gördük. Hoş gelmişsiniz. Zəhmət olmasa özünüzü təqdim edərdiniz. Mehmet Ali ve Zühre Hüseyin kızı. Zöhrə xanım, dünən kənd sakinlərindən biri görüntü paylaşıb, həqiqətləri əks etdirməyən görüntüdür təbii ki, ona baxanda da bilinir və əlbəttə ki, sonradan da etiraf videosunu paylaşıb. Siz bir kənd sakini olaraq sizin evinizdən, eyni zamanda kənddə aparılan tikintilərdən razısınız, narazısınız? Biz hökumətimizdən çox razıyıq. Allah İlham Əliyevin canı sağ eləsin. Çox gözəldir. Hər şəraitimiz var. Bu gözəllikdə otururuq, dururuq, kölgəsində yaşayırıq. Nə bilim, hər şey yaratmışıq. Çox sağ olsun. Bizə verdiyinə görə Allah şəhidlərimizin hesabına alınıbdır. Rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Gözəl torpağımızdır, yaşayırıq. Şəhid xanım olaraq siz mən bildiyim qədər şəhid xanımsınız. Bəli, yoldaşım şəhiddir. Allah rəhmət eləsin. Ölənlərə rəhmət. Yəni bir sözlə bütün buradakı aparılan işlərdən razılıq Hər verir. şeydən razıyıq. Allah tikənlərin də balasını saxlasın. Verənlərin də, nə bilim, prezidentimizin də canı sağ eləsin. Hər şeydən razıyıq. Mən sizə təşəkkür edirəm. Mən qeyd etmişəm təkrar olaraq da biz bir kənd sakiniyik. Mən də bu kəndin sakiniyəm. Mən əvvəlki illərimizə baxanda, bugünkü ilə baxanda mən çox şükür eləyirəm ki, əvvəl yəni bu şərait yox idi. Amma bugün çox şükürlər olsun ki, şəhidlərimizin qanı bahasına alınan bu torpaqlarda tək Horovluda deyil, ümumi Qarabağ iqtisadi zonasında yüksək səviyyədə aparılan işlər var ki, bugün də onun bir nümunəsi Horovlu kəndidir. Horovlu kəndi mən deyərdim ki, o tikintilərin ən üstünü kimi təqdim olunur ki, çünki burada kənd üslubuna uyğun olaraq evlər də tikilib, yəni dağ döşündə, biri aşağıda, biri yuxarıda, digər kəndlərdə baxırıq ki, bəzilərində eyni qaydada olan tikintilər var, amma burada fərqli tikintilər olduğu üçün mən apardığım müşahidələrdən də görürəm ki, çox insan Horovlu kəndini xüsusi qeyd edirlər ki, Horovlunun həm tikiliş baxımından, eyni zamanda da yerlərinin seçim baxımından çox gözəl, yəni burada müəyyən ediblər, inşa ediblər. Və mən buna görə də mən də sevinirəm kənd sakini olaraq. Sizinlə də nə xoş oldu bir söhbət elədik. Hər zaman da söhbət edirik Şəhid xanımı ilə. Var olun deyirəm. O cür yanlış məlumatları yayımlamaq mənə elə gəlir ki, düzgün hal deyil. Hə. Sağ olun, var olun. Təşəkkür edirəm. Çox sağ olun. Minnətdarım. Sağ olun. Salam, xoş gördük. Hoş gördük, hoş gelmişsiniz. Zəhmət olmasa təqdim edərdiniz özünüzü. Quliyev Neymət Zərgəmoğlu. Nemət bəy, dünən sizin kəndinizdən bir kənd sakini görüntü paylaşıb, cəmiyyətdə bir mənalı qarşılanmayıb. Siz bir kənd sakini olaraq evinizdən, kənddəki aparılan tikintilərdən nə deyə bilərsiniz? Hansı səviyyədə aparılıb? Şəxsin dedikləri həqiqəti əks etdirir, etdirmir? Zəhmət olmasa məlumat verər. Çox gözəl tikiblər, yaxşı şəraiti, qazı, suyu, işığı həmişə daimidir. Bir narahatçılığımız yoxdur. Xırda bir balaca işdə ortaya çıxanda, nöqsan çıxanda, məsələn, mənim krantım xarab olub, emişan nahadı gəlib dəyişiblər. Allah'a şükür, hər şey yaxşıdır. Torpaq sahəmiz var, 12 sot. Əkirik, becərik, ağac əkirik. Allah'a şükür. Yəni bir sözlə yaradılan şəraitdən məmnunsunuz. Bəli, razıyam, çox razıyam. Təşkilatdan da razıyıq. Rəhbərlikdən də razıyıq, sağ olsunlar. Nə deyirik, onu da eləyirlər. Təşəkkür edirəm Nemət bəy. Elə bu qədər kifayət edər. Bir neçə şəxslərdən müsahibə götürdüm. Sorğu aparırdım ki, deyilənlərə fikirlərini bildirmə. Sizin fikirdədirlər. Onlar da hamısı yüksək səviyyədə iş aparıldığından bildirirlər və doğrudan da yəni həqiqətləri deməyib, onun əksini danışmaq doğrudan da yaxşı bir hal deyil. Mən elə şəxslərə də tövsiyə edirəm ki, bu əməllərindən çəkinsinlər. Düşmən dərmanına su tökmək lazım deyil. Biz çalışmalıyıq ki, görülənləri və görülməyənləri çatdıraq, deyək. Əvvəla
bugün siz qeyd etdiyiniz kimi rəhbər şəxslər vətəndaşlara bu qədər həssaslıq göstərib onların daimi yanında olurlarsa, dediklərini əməl edirlərsə, demək ki, xırda məsələlərdə öz həllini tapacaq. Elə deyilmi? Bəli, iş olan yerdə xırda nöqsan olar. Mütləq. Onu da çatdırmaq lazımdır rəhbərliyə. Rəhbərlik o barədə Anladım. öz işin görür. Şəxsən mən nə demişəm eləyiblər. Özdə xırda işdə, qırantdır, Baçokun Papalov okudu. Məlum məsələ. Onlar xırda işdədir. Amma böyük işlərin mənim ehtiyac olmuyor. Minnətdarım. Hə. Təşəkkür edirəm. Bəli, dəyərli tamaşaçılarımız, mən düşünürəm ki, bu qədər kifayət edər. Mən təqribən bilirəm ki, bir 5-6 nəfərdən mən müsahibə aldım. Hər kəs eyni fikirdədir. Deyilənləri yalan adlandırırlar. Aparılan işlər göz qabağındadır. Mən şəxsən, məni tanıyanlar bilir. Mən Doğru Xəbər TV informasiya portalının rəhbəriyəm, Kanal 14-ün rəhbəriyəm. Hər zaman həqiqətləri demişəm. Mən heç kimə nə yaltaqlıq, nə məddaxlıq etməmişəm. Bugün də mən bu kənd sakiniyəmsə, burada nöqsanlar varsa, bu məni də narahat edir. Amma buradakı nöqsanlar sadəcə Neymət bəyin dediyi kimi xırda nöqsanlardır ki, və yaxud da hər hansı bir xırda məsələlərdirsə, onları da sağ olsun rəhbərlik, şirkət dərhal aradan qaldırır. Bu qədər, sağ olun, gələn görüşlərə dək.